Əgər elədirsə, onda bu milyonu harda gizlədirsiniz? Məndə pul yoxdur. Neyim vardısa xərcləmişəm. Bəlkə bağ, ev almısınız? Yox, Qiymətli şeylər, qızıl, valyuta, yox. başqa qadınlarla əlaqəniz filanınız. Axı bunun işə nə dəxli? Əgər soruşuramsa, deməli dəxli var. Budur, siz öz ifadənizdə yazmısınız ki, 1969-cu ilin yayında Rigada, Riga mehmanxanasında bir nəfərlə görüşmüsünüz. Oleg Lebedinski ilə. O ki qadın deyil. Elədir, Lebedinski etiraf eləyib. Siz də onu təsdiq eləmişsiniz. 69-cu ilin iyunun 16-sında, təxminən axşam saat 7-də onun yanına gələndə, nömrədə 2 qız otururmuş, düzdür? Hə. Çox yaxşı. Biraz sonra siz onunla o biri otağa keçib, ona 40.000 manat pul vermişsiniz, sizə qulluq göstərdiyi üçün. Xüsusən də ona görə ki, sintetik lif istehsal eləyən 3 ədəd qərbi Almaniya dəzgahı ağla gəlməz səbəblər üzündən gəlib çıxıb Bakıya, oradan da sizin sexə. Bəli. Siz bunu təsdiq edirsiniz, yox? Elə belə də olub. Biz yan otağa keçdik, mən pulları ona verib çıxıb getdim. Sizin ifadələrinizdə elə belə də yazılır. Amma aydınlaşdırdıq ki, məsələ biraz ayrı cür olur. Alo? Şəhərlə danışacaqsınız. Hə, eşidirəm. Bugün işimiz tez qutarır. Gəlsənə 5-də görüşək. Mən idarəyə dəyməliyəm. Orada nə var ki? Lazımdır. Bugün Teymurun ad günüdür. Orada gitməliyik. Yaxşı, elə orada görüşərik. Yaxşı, deməli 6-da? Hə. Hələlik. Salam. Salam. Ha, işlər necədir? İşdən sonra mənə dəyərsən.